Yaxşı. Buyuruz, kimdir? Sizin barənizdə 102-dən şikayət xarakterli məktub gəlib bizə. Məndən? Bəli. 57 dəfə 102-yə zəng eləmişsiniz. Hə, 102 məndən şikayət verib. Bəli. Aha. 57 dəfə şikayət eləmişsiniz. Gah Lerikdən, gah Lənkərandan, gah Bakıdan, gah itdən, gah pişikdən, gah meymundan. Nədir sizin nə probleminiz var ki? Yəni o şikayət vermək olmaz? Yox, 57 dəfə şikayət verib xüsusi ixtisaslaşmış dövlət qurumlarını məşğul eləmək olmaz. Qanun pozuntusu varsa şikayət vermişəm. Siz narazısınızsa bundan tədbir görün. Mən də sizin onunla bağlı hansı qərar çıxardım, mən onu şikayətləndirərəm. Qanun pozuntudur. Bir dəqiqə. Qanun pozunulur. Mən o barədə şikayət verəcəm. O mənim hüququmdur. Mən hal-hazırda Bakı şəhərində deyiləm. Karantinlə bağlı mən getmişəm 300 kilometrdə bir bağ evim var. Deməli, mənim bağ evimə 300 kilometr? Bəli. Hansı tərəf, hansı istiqamətdir? Lerik rayonu. Hə, cənub istiqamətdir. Başlayın, mən kimdən danışıram? Bax, görürsünüz, mən də götürüb sizdən şikayət verəcəm, siz deyəsiniz, niyə verirsiniz? Siz vətəndaşa müraciət forması var. Mən bilməliyəm kim mənə zəng edir, kimlə mən danışıram. Düzdürmü? Dedim axı mən. Mən eşitmədim, mən sizə dedim, kimdir danışan? Eşitməmsiniz də. Tural Şahbəndiyev. Tural bəy, lap yaxşı. Deməli, sizin əməkdaşlar, çox zaman siz görürsünüz ki, polis əməkdaşlarından şikayət verirəm. Sizin polis əməkdaşları, elə mən indi də girmişəm Kapital Banka, polis əməkdaşı dayanıb qapıda, özün çox kobud aparır, deyir, sənə nömrə verilib və get də. Polis əməkdaşı belə danışmalıdırmı? Problem yoxdur, götürərəm nazirin adına şikayət edirəm. Danışmalıdır? Deməlidir ki, vətəndaşa müraciət eləməlidir. Yox, deməlidir ki, sənə nömrə verilib, get öz işinlə məşğul ol. Belə danışa bilər polis əməkdaşı. Necə deməlidir? Deməlidir ki, vətəndaş, birincisi ora bankdır, ora hər kəs girə bilər. Düzdürmü? Xeyr, girə bilməz bu dəqiqə. Niyə? Növbəllik olmalıdır, ara məsafəsi qorunmalıdır. Onun üçün bayırda saxlamalılar cəmaatı. Bəli, bayırdadır. Qayda qanun elədir. Tamam, qoy onu başa salsın. Qoy bankın işçisi çıxsın. Nə oldu? Mən onu şikayət eləyəndən sonra Kapital Banka məni dəvət elədilər. Mən mübahisə eləməyəcəm sizdən. Siz şikayət etməyirli adamsınız. Bakıya gələn kimi mənlə əlaqə saxlayın sizdən bilginiz. Oldu? Siz mənə birincisi bildiriş göndərin, İkincisi də mən sizdən xahiş edirəm, öz şəxsi fikirlərinizi özünüzdə saxlayın. Mən şikayətə meyilli deyiləm. Mənim 2 dənə eğitimim var, xaricdə yaşamışam. 24 dənə ölkə görmüşəm. Və polis əməkdaşının necə işləməsi lazımdır. Mən onu yaxşı bilirəm. Mən vergi verirəmsə tələb eləyəcəm. Dövlət qurumudur, tələb eləyəcəm. İstəyirsiniz şikayət tədbir görün, istəyirsiniz qərar çıxarın. Siz bu dəqiqə Bakıda olsaydınız, onsa sizin barənizdə tədbir görəcəksiniz. Hansı tədbiri? Başa düşmürəm. Hansı tədbir görəsiniz? Xüsusi ixtisaslaşmış dövlət qurumlarını siz narahat edirsiniz. Bildim, onunla bağlı hansı 57 dəfə bir insan, siz nə vəkil deyilsiniz, nə bir şey deyilsiniz, götürmüş yazmışsınız ki, Məhəmmədlidə qalan filankəs qızı heyvan saxlayır. Uçaskov gəlib deyib, buna protokol yazıb. Niyə yazıb? Qardaş, sənə nə edir? Vəkilsiz... Birincisi sənə yox sizə. İkincisi, hansı, deməli, mən əksinə, bəli, o haqda, mən bir jurnalist kimi məqalə yazırdım, mənə müraciət oldu, mən zəng elədim o polis əməkdaşına, dedim, nədir məsələ? O mənə başladı, kobud şəklində mənə cavab verməyə. Siz bunu araşdırmanın yerinə götürürsünüz məndən şikayət. Sonra yazmışsınız, Targovda bir nəfər meymunla... Bəli, əlbəttə, bəli. Bu hər yerdə var, meymun hüquqları... Olmaz. Siz görürsünüzmü? Siz onu, deməli, o adamı bir dəfə cərimələdilər. Deməli, hansı əsasla onu da cərimələmişsiniz onu? O adamı bir dəfə cərimələyiblər. Nəsə, barənizdə 564-cü maddəyə tədbir gördük, bilin. 564? Bəli, açın. Hansı inzibati xatalar... Bəli, bilə-bilə yalandan ixtisaslaşdırılmış xidmətləri çağırmaq. Siz o qərarı mənə göndərin. Azərbaycanda yeganə insan sizsiniz ki, barənizdə 102 şikayət edir. 102 cəmal şikayət edir, amma sizin barənizdə 102 şikayət edir. Siz mənə onu göndərin, mən də ondan şikayət verirəm də. 564... Ondan da şikayət verəsiniz. Əlbəttə. Nəysə qardaş, çətin adamsan, amma sizlə rastlaşacağım mən, oldu? Problem yoxdur, mən baxaram, mən də sizə deyim ki, siz məndən danışmayasınız, bildiniz?
Yox, dedim axı, dedim sizlə. Siz mənə indi çətin adamsınız. Siz kimsiz mənlə belə danışırsınız? Başa düşmürəm. Siz 57 dəfə yüzə zəng eləmisiniz. 57 dəfə. O mənim hüququmdur. Bəs kimə zəng O edirəm? qədər deyil. Hüququnuz o qədər deyil. Məzmunsuz şikayətlər, itdən pişikdən, nə bilim dovşandan belə şey olar. Qardaş, cəmaət ciddi məsələyə görə zəng eləyir. Dünən xarakterli məlumat verir. Siz zəng edirsiniz, itdən pişikdən şikayət edirsiniz. Əcəb eləyirəm. Bəs kimə zəng edirəm? Bu dəqiqə sizin şikayətləriniz hamısı mənim qabağımdadır. Bir dənə orada məntiqli bir yüzüşə aid bir şikayətiniz yoxdur. Niyə görə yoxdur? Nəyə görə yoxdur? Bəs kimə mən zəng eləməliyəm o vaxtda? Başa düşmədim. Siz çox gülməli şeylər deyirsiniz. Bəs kimə mən zəng eləməliyəm? Məsələn, mənim evimə müdaxilə olunub. Mən kimə zəng eləməliyəm? Banditlərə zəng eləyəm. Sən yox siz. İndi bir dəqiqə leysə deyilsiniz. Bəli. Əgər elə heyvan qoruyansınızsa, heyvan hüquqlarını qoruyursa, lerik meşələrində bir dəqiqə hansısa bir canavar tülkünü basıb yeyir. Ged ondan da şikayət edər. Siz yəqin nəsə çox çaşdırmısınız ha. Mən sizə dəfələrlə deyirəm ki, sənlə yox, siz yox. Siz. Bir, ikincisi, bəli, ətraf mühitin, bəli, onlardan da şikayət eləyirik də. Ondan da eləmsiz? Qanunsuz yerdə qəssab kəsirsə, vegetariansınız, ət yemirsiniz? Onun nə dəxli var? Bəli, mən vegetarianım. Heyvan ət deyil. Mən vegetarianım, bəli. Vegetarianım. Vegetarianım. Yox. Ət yiyən dost tanışınız da görün. Onun nə dəxli var? Qanun, prezidentin sərəncamı var ki, küçə qırağında qəssabxana olmaz. Nəysə, düz eləmiş. Bir də 102 zəngin əsası məlumat vermir o heyvan. Mən zəng eləyəcəm, onu da siz məni dayandıra bilməyəsiniz. Sizin də 564-lə onunla da bağlı məhkəmədə görüşərik. Şəxsən sizinlə. Sizdən də barədə düz nazirə şikayət yazacağam. Bax, sizin vətəndaşa müraciət formasında. Nə danışırsan? Sən kimdən kimə? Nazirik sizdən şikayət edəyir. O lap yaxşı. Qoy, siz onu ifadə edin. Onsuz da sizin təzdən şikayətinizə 102-də baxılmayacaq, bilir. Elə, onda siz mənim vətəndaş hüquqlarımı pozasınız. Onda mən sizə Daxili İşlər Nazirliyinin bir qarşılıqlı iddia qaldıracağım ona ki, mən vətəndaş kimi... Yaxşı, karantin qutarsını da məhkəməyə verərsən. Nəyim qutarım? Ay kişi, get sən özünlə sənlə danış. Sən gördün mü ha necə danışırsan? Bu nə danışmaqdır? Sənlə nə danışırsan? Neçə dəfə demək sənə lazımdır ki, sizlə danışasınız.